Xeyli müqavə yemişəm bir gün. Qırdı. Qırmar, narahat olma. Qırdı. Yaxşıdır qaynanam. Qırdı. Deyirəm, yaxşıdır qaynana, zadım yoxdur. Qulağım dincdir. Biri mənə həyatıma qarışanda mən əsablaşırım. Ona görə belə burada əsablaşıram da, çünki çox həyatıma qarışırlar. Mən özüm heç kimin həyatına qarışmıram, heç kimin. Mənə maraqlı deyil, sənin villan var, milyonersən, nəsən, nə birinin evində, nə birinin qızılına, heç kimin heç nəsinə gözüm yoxdur da. Amma mənlə belə maraqlananda, belə həyatıma qarışanda əsablaşıram. Çünki mən özüm heç kimin həyatına qarışmıram. Bunları o gün lentadan aldım. Ağla deyirərlərim. Bunda kaşa vururam uşağa, yumurta qaynadıram. Süperdir. Bunlarda da kompot eləyərəm. Sokunu içir uşaq, kompot eləyərəm. Bunları hamısı boşalsın. Səliqəm var, sən narahat olma. Bir deyərsən 10'dan yapıştırarım size. Demiyorlar ki все. Aruçtan istedim. Geçtiğim diyeme. Görünüyor başım değil. Paltarlar təmizlənmədi. Təmizlənmədi paltarlar. Anandı Mədinə, anandı. Bildiğin anandı, bacındı, nəslindi. Mən yox, mən qələt eləyərəm. Nizgən xanım, xoş gəldiniz. Qaşıqlar hədiyədir mənə. Bir il bundan qabaq mənə Moskvadan bir xanım, qab satan xanım atmışdı. Saxlatmışdım, köhnə evdə işlətmirdim. Dedim ki, təzə evimdə işlədərəm. Dediyin söz yaxava düşsün. Canlımda artıq əskik yazan elə bil anasına deyir, mənə yox. Çünki mən heç kimlə işim yoxdur, siz mənə yazırsınız.
Çox şey mənə hədiyyədir. Bax, pərdələrim də hədiyyə gəlir. Tikilir pərdələrim. Bir Qazaxstanda bir xanım göndərər inşallah. Həyat evidir. Yox, bina. Nə işiniz var bu qızla? Məni bəyənməyə bilərsiniz. Çıxın canımdan. Biraz enerjiden bana da ver abla. Stüdyo yoxum deyil. Qızlar günü gəlirlər, yığırlar. Allah xeyir versin. Çox sağ olun. Canım yutardı. Hə. Üç otaqlı. Çalışıram fikir verməyim, amma istəyirəm cavablarımı verim. Çünki nahaqdan çox yazan var. Qazaxstanda gəlininin adını de. Pərdə göndərən. Spalnini Kubatıradan aldım. Xeyirli olsun, çox sağ olun. Kim aldı evini? Elvira Ağayeva Müslim kızı. O aldı mənə evi. Çox sağ olsun. Çox yaxşı qızdır. Allah onun ürəyinə görə versin. Elə verdi də ürəyinə görə. Elvira Ağayeva Müslim kızı aldı bu evi mən üçün. Yox, Kubaturadan aldım. Fuçikada. Kubatura. Oradan aldım. Uşaqların yatan yerində. Kişilər ev ala bilmir, qadınlar nəsədəndə paxalarını. Məncə kişilərin mənlə işi yoxdur. Ən çox mənə pis yazan qadınlardır. Kişilərin mənlə işi yoxdur. Ən çox pis yazan qadınlardır. İnanmıram kişi mənə pis söz yazsın. Nə var, bir dənə qadın Instagramda yazmışdı ki, yoldaşım ancaq səni mənə göstərir, belə bişirir, elə bişirir, səni görəndə zəhlam gedir, səni boğma istəyirəm, nifrət edirəm sana. Mənim nə günahım var, bişir, səni kişin görsün də, məni niyə boğursan? Səs atmışdı Instagramda. Paxılıqdan səni çəkə bilmirlər. Bəs bilmirsən qadın düşməni qadın. Bilirəm, niyə bilmirəm? Mən də qadınam, amma heç kimə düşmən deyiləm. Saydı ki, Instagramda səs atmışdı. Günellə Leyla oturur Instagramda. 2 dənə qız oturur da. Eli bir dənə gir səsə qulaq as, ölərsən gülməkdən. Dedim, söyürsə məni fikir eləyərəm da, baxmayım. Yox, bir dənə qulaq as. Girdim, qulaq astım, heç nə demədim, sildim, getdi, bloka da atmadım. Dedim insandır da. Zəhlam gedir səndən. Onun ərində də günah varsa, mənə niyə göstərirsən, deyirsən, bu belə bişirir, evə, onda da günah var. Başı mənə elə şeyə xoşum gəlmir. Məni təzə olub göstərdir, belə bişirir, elə bişirir, sən heç nə bacarmırsan. O da səs atıb mənə, deyir, zəhlam gedir səndən. Səni boğaram, səni belə eləyərəm, elə eləyərəm. Deyir, belə eləyərəm, elə eləyərəm. Allah xeyir versin sənə, eli balalarınla xoşbəxt yaşa. Allah mənə də qismət eləsin, amin. Ev 30 ilə götürmüşəm, 30 il ödəyərəm. 6 ildir izləyirəm, güclü qadınsan, sağ ol, ürəyim var o. Vəfa, niyə gülürsən? Gülməli heç nə demədim ki. 30 yox, 30. Ağzımdan elə çıxır, neyniyərsən? İlkin ödənişini verirsən, evi götürürsən də, ilkin ödənişini verməsən, evi götürə bilməzsən.
arkaya koyalım. Bugün öl sabah 40'ındır. 3 gündən sonra da 7-ci günündür. Yo, ərim cibimdədir, cibimdə. Yersiz yazıları, ərin öyle gölgi. Cibimdədir, cibimdə. Qızın necədir? Yaxşıdır. Zaretka götürür. Mənim heç vaxt ərim olmayıb. Uşaqlar mənə Allahdan hədiyyədir. Bunu öz başınıza soxsaz bəziləriniz, mən də rahat olaram. Mən də rahat. Heç vaxt. Mən xoşbaxt olmamışam ondan. Mən o uşaqlar da necə olub bilmirəm. Elə bilirəm ki, Allahın mənə verdiyi hədiyyədir. Allahın verdiyi hədiyyədir. Gedir atlamaya vaxt var. Mən heç vaxt onu tarifləməmişəm. Bloka. Yalandan yazmayın burada. Fake'lər. Bloka. Yox, heç uşaqların yadına düşmür. Çünki uşaqlara həm mən atayam, həm anam.